Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Gedirik sizə gözəl bir 5 otaqlı həyət evi təqdim eləməyə. Bu yolu yəqin ki, hamınız tanıyırsınız. Afa düşəndə 119-un yolu deyilən bir ərazidəyik, 28-ci məhəllədə. Birinci stafordan sağa döndük. Görürsünüz, bu yolda da sentral kanalizasiya xətti də dəyişilir, yəni ki, yenilənir. Evimizlə də, belə deyək də, yolla məsafəsi, yəni mən maşınla getmişəm deyə deyirəm, 1 dəqiqə 34 saniyədir. Yəni ki, belə istəsəz şotikdən baxa da bilərsiniz. Evə, piyada da belə deyək də, 5 dəqiqə dayanacaqdasan. Yəni ki, 28-ci məhlədədir, 2 saylı, 9 saylı məktəblərə də yaxındır buradan. Yəni ki, piyada 15-20 dəqiqəlik yoldadır bu həyət evimiz. Bax, gördünüz, gələn ki, birinci pavorotdan sola döndün. Düşən kimi yolda asfaltdır. Yəni ki, çox gözəl bir ərazidə yerləşir. Genişdir. 2,5 sotda yerləşir. 100 kvadrat evdir, 5 otaqlıdır. Evin də kupçası var. Yəni birbaşa notariusda istəsəz gedərik asan xidmətdə də yəni satqımızı eləyərik. Yəni 20 gündən sonra evin kupçasından kimi qeydiyyata da düşə bilərsiniz. Bax, bu döngədən də sağa dönürük. Yəni sağa döndərək maşınımızı. Ay sağ ol, bax gəldik. Yəni ki, bir dənə də sağa döndük, bizi qapıya çatacağıq. Ya bu videonun ardınca inşallah ki, yəni ki, bir hardasa bir 2-3 gün bundan qabaq paylaşmışdım o evi. İnşallah ki, o evi bir daha da paylaşacağım. Bu videonun dalınca baxarsınız. Əlaqə nömrəmiz profildədir, zəng eləyin. Sizin də satışda evləriniz varsa, yəni Xırdalandan gedir söhbət və Masazırda da olsa belə evimiz satışda, bizlə əlaqə saxlayın. Tez bir zamanda satışında köməkli eləyək. Burası Əldamıdır, evimiz də budur. Yəni ki, orta təmirlidir. Fasadla bir dənə hamamı ayaq yolusuna ehtiyac vardı, yəni ki, təmirə. Çöldə görürsünüz, acəllə bir dənə ayaq yolu üçün yerdə düzəldib, kanalizasiya xəttinə kimi çəkilibdir. Hətta bu Əldamında qaz xətti də çəkilibdir. Hörmətli izləyicilər, kanalizasiyasıdır, qazıdır. Bax, belə bir geniş həyəti də var. Real alıcıya endirim də olacaq, narahat olmayın. Gəlin birinci evə baxın. Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda 28-ci məhəllədə 9 mərtəbələrin arxasındakı küçədə belə deyək, həyət evi çıxıb satışa 2,5 sotun içindədir. 5 otaqlıdır, kupçalıdır, çıxarışlıdır. Bura əlavə tikilibdir, yəni ki, belə əldamı kimi istifadə olmaq üçün tikilib, amma orada suyu, qazı, işığı hamısı çəkilibdir, qaydasındadır. 3 daş kürsülüdür bu evimiz. 5 otaqlıdır, otaqların hamısı da işıqlıdır. Girən kimi belə bir bizi mətbəx qarşılayır, onu da qeyd eləyək, istipoldur. Bura arxaya çıxışı da var, 2-nin 8-ədir, burada torpaq sahəsidir. Ya ora səlqə səhmənə salıb qəşəng bağ da eləmək olar. Qabağı da genişdir. Yəni ki, otaqların hamısı təmirlidir, sanitar qovşaqlardır, hamamıdır, ayaq yolusudur, gördüyünüz kimi ayrı-ayrıdır. Kafillər vurulmayıb, amma materialları var, əldamındadır. Start qiyməti də, bu evimizin start qiyməti olacaq 100.000 manat. Real alıcıya endirim nəzərdə tutulubdur. Həmişə dediyim kimi, gəlin birinci evə baxın. Bu bir yataq otağıdır, 4-ün 4-dədir. Yəni otaqları da qəşəngdir, səliqəlidir, otaqları təmirlidir, təzə təmirdən çıxıb. Bura qonaq otağıdır, digər 3 otağın girişi də elə qonaq otağındandır. Hörmətli izləyicilər, 28-ci məhəllədə köhnə bazara yaxın, o Həz restoranında yaxınlığındadır demək olar ki, 119-un pavrotu deyilən yer var. 119 tərəf yox, sağ tərəfdə də 9 mərtəbələrin arxasında belə bir həyət evimizdir. Gəlirsiniz, baxırsınız, bu ikinci yataq otağıdır, üçüncü dağcı, üzr istəyirəm. Keçək 4-cü yataq otağını da göstərək. Əlaqə nömrəsi də profildədir. Zəng eləyin, gəlin, baxın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.